Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Həyatımızda vacib olan, ahirətdə isə imdadımıza yetişəcək müqəddəs Quran-ı Kərimdən təkrarlanan 25 kəlməni öyrənməklə Quran-ı Kərimin 50%-ni anlamağı hədəflədiyimiz dərslərimiz davam edir inşallah. Növbəti kəlməmiz yevm, gün deməkdir. Tək halda 365 dəfə təkrarlanır. Cəmi əyyam deməkdir, günlər deməkdir. Şəkilçiləri ilə birlikdə 470 dəfə təkrarlanır. Əl-yavm və yavm, vəl-yavm, fəl-yavm, biyavm, bilyavm kimi rast gəlinir. Məryəm surəsi 33-cü ayə. Vəsselamu aleyyə yevmə ulidtu və yevmə əmutu və yevmə ub'asu hayyə. Əsselamu, səlam olsun, aleyyə mənə, yevmə ulidtu. Bu İxlas surəsində ləm yəlid və ləm yulad dediyimiz sözdəndir. Doğulacağım gündə və yevmə əmutu, mövt, ölüm deməkdir, öləcəyim gündə və yevmə ub'asu hayyə və diriləcəyim gündə. Bu İsa əleyhissalamın dili ilə dediyi ayələrdən biridir. Leyl, gecə deməkdir, 59 əz təkrarlanır və fərqli şəkilçiləri ilə 92 dəfə təkrar olunur. Leyləha, leylə, leylətə, leylun kimi rast gəlinir. Müzəmmil surəsi 2-ci ayə. Qum leylə illa qəlilə. Qum, dur, qalx ayağa. Leylə, gecə, illa, istisna olmaqla, başqa bir leylə, gecənin az bir hissəsi istisna olmaqla qalx ayağa. Bu gecə namazının fəziləti haqqında Peyğəmbərə və bütün müsəlmanlara deyiləndir. Müzəmmil surəsinin 1-ci ayəsində buyurulur: Ya eyyuhəl müzəmmil, ey örtüyə bürünən, qum leylə illa qəlilə, dur, qalx ayağa, gecənin bir hissəsi istisna olmaqla. Ən-nəhar, bu söz bizim leksikonumuzda var. Nahar deməkdir, elə gündüz deməkdir. Naharun, naharən kimi rast gəlinir. Ali İmran surəsi 27-ci ayə. Bu ayə mülk ayəsi kimi də tanınır. İkinci hissəsindən ibarətdir. Mülk ayəsinin tulicul leylə fin-nahar və tulicul nahara fil-leyl. Tulicu, tulu edər leylə, gecə, fin-nahar, gündüzdə və tulicu, tulu edər nahar, fil-leyli, gecədə. Və yaxud tərcümədə belə olunur, gecəni gündüzdə qatarsan, gündüzü də gecəyə qatarsan. Tulu sözü elə bizim dilimizdə var, çıxmaq, görsənmək deməkdir. Əvvəlu, bu söz də olduğu şəkildə dilimizdə istifadə olunur. Əvvəl deməkdir, başlanğıc, ilkin deməkdir. 170 dəfə fərqli şəkillərdə də təkrarlanır. Əl-müəyyənlik artikli ilə olduqda isə Allah Taala'nın əsmalarından, yəni adlarından biridir. Əl-əvvəl, əbədi, hər şeydən əvvəl mövcud olan deməkdir. Bu ad Allah Taala'nın varlığının zamanla məhdudlaşdırılmadığını, ondan əvvəl heç bir şeyin mövcud olmadığını və bütün yaradılışın əvvəli məhz Allah Taala'nın özü olduğunu bildirir. Əvvəl kəlməsi Quran-ı Kərimdə əvvəluna, əvvəlinə, əvvələ, əvlə kimi rast gəlinir. Zümər surəsi 12-ci ayə. Və umirtu li'ən əkunə əvvələ
muslimin. Umirtu əmr olundum li əkunu olmaq əvvəla ilkin əvvəli muslimin, müsəlmanların. Mənə müsəlmanların ilki olmağı əmr olunmuşdur. Əl-əxirətü. Əl-əxirət, axır, son, sonraki həyat deməkdir. Bu sözü də əl artikli ilə olduqda Allah Taala'nın əsmalarından biridir. Əl-əxir, sonu olmayan heç bir şey yox olduqdan belə əzəli və əbədi var olan Allah Taala adına nişanədir. Əl-əxirəti Quranda vəl-əxirəti bil-əxirəti bil-əxirəti əl-əxir kimi rast gəlinir. Bəqərə surəsi 201-ci ayə ki, biz bunu qunutda da istifadə edirik. Rəbbənə ətinə fid-dünya həsənətən və fil-əxirəti həsənə və qidə əzəbən nar. Rəbbənə, Rəbbimiz, ətinə ver bizə fid-dünya, fi dadə şəkilçisi dünyada həsənətən, həsənə xeyir, gözəllik və fil-əxirəti və axirətdə də həsənə, gözəllik və qina, qoru bizi əzabən nar, od əzabından, cəhənnəm əzabından qoru. Şəhidun. Bu kəlmə də dilimizdə olduğu kimi əslində işlənilir. Şahid deməkdir, şahid olan deməkdir və Allah Taala'nın da yenə bu adlarından artikli ilə olduqda Əş-Şəhid əsmalarından biridir. Şahid olan, hər yerdə hazır olan, nazir olan, görən, bilən və heç bir şey ondan gizli olmadığı mənasına gələn Allah Taala'nın adlarındandır. Quran-ı Kərimdə müşahidə, şəhadə, şəhid, şühəda kimi rast gəlinir. Şühəda şəhid sözünün cəmidir. Ali İmran surəsi 98-ci ayə. Vallahu şəhidu əla mə tə'məlun. Vallahu Allah şəhidu, şahiddir əla. Onlara ki, mə tə'məlun, nə etdiyinizə şahiddir. Bəsir. Bəsiru görən deməkdir. Desəm belə bu söz də dilimizdə, leksikonumuzda var. Bəsirət kimi biz bunu istifadə edirik. O da elə məhz görən deməkdir, görmək deməkdir. Və bu kələmdə Allah Taala'nın əsmalarındandır. Çox vaxtda Quran-ı Kərimdə Səmi əsmasıyla bir yerdə zikr olunur. Və bu Səmi kəlməsini də biz 10-cu dərsdə öyrənmişdik. Səmiul Bəsir kimi Quran-ı Kərimdə olduqca çox rast gəlinir. 71-ci ayə, Maidə surəsinin 71-ci ayəsi. Vallahu bəsiru bima tə'məlun. Vallahu, Allah bəsiru, görürəndir. Bima tə'məlun. Onların nə etdiklərini Allah görəndir. Və bununla da biz bu dərsdəki sözləri yekunlaşdırdıq. İndi isə öyrəndiklərimizi təkrarlamaqla yadımıza salmağa çalışaq. Əl-yom gün deməkdir. Ləylə gecə deməkdir. Nəhar elə gündüz deməkdir. Avvəl əvvəlinci, əvvəl deməkdir. Əl-əxirə axirət, son deməkdir. Şəhidun şəhid deməkdir, şahid deməkdir. Bəsirun görən deməkdir. İnşallah bununla da bu dərsimizdə yekunlaşdırdıq. Növbəti dərsimizdə görüşənə kimi vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bismillahirrahmanirrahim.
Əssəlamu əleykum və rəhmətullahi və